Miniboz Business School Bakunun təşkilatçılığı ilə 6-17 yaşlı uşaq və yeniyetmələr arasında startaplar üzrə milli çempionat baş tutub. Çempionatda 20 komandada 2 əsas istiqamət üzrə mübarizə aparılıb. Yekunda qaliblər elan olunub. 6-17 yaş aralığında uşaqları əhatə edən Miniboz Business School Bakuda startaplar üzrə milli çempionat keçirilir. Çempionatda 20 komanda 2 istiqamət üzrə sayf və stage kateqoriyalarında mübarizə aparır. Sayf kateqoriyası sərbəst sahibkarlıq və biznes yönümlü startapları, stage kateqoriyası isə cəmiyyətə və ətraf mühitə fayda verməyi hədəfləyən sosial layihələri əhatə edir. İlk dəfədir ki, 20 layihənin 40%, təqribən 40% milli irsimizi və mədəniyyətimizi əks etdirən layihələrdir. Onu da qeyd edim ki, uşaqların hər biri özü bu ideya ilə yanaşı var. Bugün qürur hissi keçirirəm çünki 5 layihə ilə fəaliyyətə başlayan Miniboz Business Məktəbi bugün 80-dən çox layihəsi ilə 6-cı ilini başa çatdırır. Yeri gəlmişkən, Miniboz Business Məktəbi özünə məxsus metodikasına əsasən 6-17 yaş arası uşaqların sahibkarlıq potensialının üzə çıxarılmasına və liderlik keyfiyyətlərinin aşkar olunmasına imkanlar yaradır. Miniboz Business Məktəbi artıq 6-cı ildir ki, startaplar üzrə milli çempionat keçirir. Bu tədbir adətən həm də yekun hesabat, yəni ilin yekunu hesabat tədbiri də sayılır. Uşaqlar burada münsiflər heyətə, digər tədbir iştirakçılarına, valideynlərinə təqdim edirlər. Miniboz Business Məktəbi, belə deyək, məktəbdən əlavə bir fəaliyyət sayılır. Uşaqlar bura biznes bilikləri, iqtisadi biliklər əldə etmək üçün gəlirlər. Çempionatın təqdimat mərhələsindən sonra ənənəvi Miniboz bazar təşkil olunub. Sərgi-satış formatında keçirilən bu platformada tələbələr öz məhsul və xidmətlərini qonaqlara təqdim edərək real satış həyata keçiriblər. Qrupamızın adı Volex və biz burada kaşlok satırıq. Pulu bükürük, bağlayırıq və o pisi tərəfdən açırıq və bağlanır. Bunun qiyməti cəmi 45 manatadır. Some younger generations feel disconnected from today's Azerbaijan's fashion. Gənc nəslin nümayəndələri Azərbaycan dəbindən xəbərsizdir. Biz də Azərbaycan milli adət ənənələrini özündə ehtiva edən kiçik xalçalar ərsəyə gətirdik. Bunların üzərində həm də bürclər əks olunub. Bundan əlavə Azərbaycana məxsus buta naxışlı xalça da hazırlamışıq. Kiçik xalçalar 50 manatdır. Daha böyük ölçüdə olanlar isə 60 manatdır. Песок, перчатки для безопасности. Layihəmizin məqsədi öz əllərinizlə açarlığı hazırlanmaqdır. Hədiyyə qutularının tərkibi fərqlidir. Məsələn, burada qum, təhlükəsizlik üçün əlcək, həmçinin maska və müxtəlif bəzəklər var. Bunlardan istifadə edərək insanlar özləri açarlıq hazırlaya bilər. Qiyməti 40 manatdır. Yekunda sayf və stage kateqoriyaları üzrə yüksək nəticə göstərən 3 komanda qalib elan olunub. İştirakçılar həm də müxtəlif xüsusi nominasiyalar üzrə mükafatlandırılıblar. Xatırladaq ki, bu ilin aprel ayında keçirilən Startup forumunda iştirakçı komandalar öz biznes və sosial layihələrini yerli biznes ictimaiyyətinin tanınmış nümayəndələri, sahibkarlar və investorlar qarşısında təqdim ediblər. Münsiflər heyətinin qiymətləndirilməsi əsasında seçilən layihələrə qrant dəstəyi ayrılıb. Komandalar həmin vəsaitlərdən ilkin kapital kimi istifadə edərək layihələrini reallaşdırıb və əldə etdikləri nəticələri milli çempionatda nümayiş etdiriblər. Miniboz Business School Baku! Ülkər Əliyeva, Tural Məmmədov, Elvin Zeynalov, ATV Xəbər.